Deməli gəlmişəm Xırdalana söhbət xırdalamağa. Özü də çox kriminal söhbətdir. Axıra qədər baxın biləcəksiniz. Məni Xırdalanda bax bu məkana çağırıblar. Dedilər 2 nəfər səni gözləyir. Yaxınlaşdım, dedim ki, qardaşlar, ac qarnına söhbət xırdalamağın yeri yoxdur. Gəlin əvvəlcə bir qismat yemək xırdalayaq. Söhbət qalsın axıra. Sağ olsunlar, razılaşdılar. Ənənəvi olaraq əvvəlcə soyuq qəlyanaltılardan başladıq. Keyfiyyət normal. Amma 2 məsələni ayrıca vurğuluyum. Deməli, limonlu suya salınmış kök dilimləri. Açığı ilk dəfədir belə bir şeyin dadına baxdım. Çox da qəşəng imiş. Bir də buranın qatığı. Özləri hazırlayırmış. Vallah, hələm-hələm kənd qatığı buna çatmaz. Sonra gördüm ki, bu söhbət xırdalamaq istəyənlər biraz da keçsə acından bir-birlərini xırdalayacaqlar. Dərhal keçdik isti yeməklərə. Süfrəyə maça və tuşonka gəldi. İkisi də türklər demiş kıvamında hazırlanmışdı. Özü də sizə deyim ki, qiymətləri də münasibdir. Axırda göstərəcəm. Daha sonra bizim söhbətimizə gürcülər də kurs oldu. Söhbət Gürcüstan mətbəxindən seçilmiş tavaduridən gedir. Bu göbələkli, pomidorlu, can əti ilə bol, üzəri Holland pendirli bir Gürcü möcüzəsidir. Bir Gürcüstanlını Gürcü yeməyi ilə təcrübələndirmək hər oğlun işi deyil. Hər restoran Allah'a bilir. Bir növ fransızların Julienini xatırladır. Əgər yolunuz buradan düşsə, mütləq dadına baxın. Bizi ən çox bilirsiniz nə təcrübələndirdi. Biləndə ki, bu qədər ləzzətli yeməkləri hazırlayan aşpazın cəmi 21 yaşı var, inanmadıq. İsrarla Xalid ustanı masaya çağırdıq ki, öz təşəkkürümüzü bildirək. Sonra məclisə bastırma, üzəri souslu antrikot və lülə kabab gəldi. Bastırmanı deyəsən yaxşı bastırmamışdılar. Əti mənə biraz sərt kimi gəldi. Amma antrikot və lülə kabablarına məktəb dili ilə desək, yağlı bir 5. Yəni adamın üstü Allah var. İdeal hazırlanmışdı. Bu da sonda gələn hesabımız. Gəlin etiraf eləyək ki, ilin günün bu vaxtında 6 nəfər üçün belə hesab möhtəşəmdir. Xırdalan sakinləri dağa daşa düşüncə oturmağa yer axtarsalar elə bura baş çəkə bilərlər. Restoran Xırdalan dairəsindən Binəqədi şosesindən 100 metr keçəndə solda yerləşir. Ayrıca kabinetləri, uzunsov bir zalı və belə bir göz dincəldən meydançası var. Hə, yedi içdik, vaxt vədə gəlib çatdı söhbəti xırdalamağa. Niyəsə çox adam elə bilir ki, mən nə vaxtsa kriminal verilişdə aparıcı olmuşam. Sən kriminal aparmamışsın? Yox, mən kriminalla aparmamışam. Ümumiyyətlə, mənim kriminaldan yaxından uzaqdan əlaqəm yoxdur da. Mən şəbəkəni aparmışam, şəbəkədən tanınıb mənim bu səsim. Şəbəkəni aparan oğlandan bu qədər. Mən bir old school nümayəndəsi kimi Old House-dan xoş xatirələrlə ayrıldım. İzlədiyinizə görə təşəkkürlər. Göz haqqınızı halal eləyin. Videonu bəyənməyi unutmayın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.